Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillah. Əmmə bə'd. İlk öncə, dəyərli qardaşlar, hər birinizi Allah Subhanahu wa Ta'ala'nın salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Və sonra Allah Subhanahu wa Ta'ala'dan diləyirəm ki, Allah Ta'ala bu məclisi təşkil edən qardaşa bərəkət versin. Allah Subhanahu wa Ta'ala günahlarını kəffar eləsin. Allah Subhanahu wa Ta'ala dünyada və axirətdə xoşbəxt olan qullardan eləsin. Və icabət edib gələn qardaşlara da Allah Subhanahu wa Ta'ala bərəkət versin, bu məclisdə olan bütün xeyirləri əldə etməyə müvəffəq eləsin. Dəyərli qardaşlar, inşallah Allah Subhanahu wa Ta'ala'nın müvəffəqiyyəti ilə İmam İbn Qeyyim Rəhməhullahın Əl-Vabil-i Sayyib Minəl-Kəlim-i Tayyib kitabından inşallah davam edəcəyik. Və İmam İbn Qeyyim Rəhməhullah qəlbin düzəlməsi haqqında olan fəsildə deyir ki, İnnəmə yəstəqimu ləhu həzə bi istiqaməti qalbihi və cəvarihihi. İnsanın doğru yolda olması, istiqamət üzərində olması yalnız onun qəlbinin və bədən üzvlərinin, əzalarının düzəlməsi ilə düzəlir. Qəlbin düzəlməsi isə iki şeylə olur, iki şeylə baş verir. Onlardan birincisi, Allah Taala'nın məhəbbəti, Allah Subhanahu wa Taala'nın sevgisi qulun yanında bütün məhəbbətlərdən, bütün sevgilərdən üstün olması. Belə ki, Allah sevgisi ilə digərlərin, məxluqların sevgisi toqquşarsa, Allah sevgisi başqalarının sevgisindən öndə olsun. Və bu üstünlüyə uyğun, o sevginin üstünlüyünə uyğun olaraq əməldə də göstərsin. Və şeyx deyir ki, bunu iddia etmək, sözdə söyləmək çox asandır. Nə qədər asandır. Lakin əməl baxımından isə, əməldə, tətbiqdə isə çox çətindir. Çünki sınaq vaxtı insan ya ucaldılır, şərəfləndirilir, ya da ki, alçalır, zəlil olur. Çox vaxt qul öz sevdiyini və istədiyini irəli çəkir. Yəni, insanın əsl kimliyi sınaq vaxtı ortaya çıxır. Və ya böyüyünün əmrini, şeyxinin və yaxud da ailəsinin sevdiyini Allahın sevdiyindən üstün tutur. Belə bir şəxsin qəlbində Allah Subhanahu wa Ta'ala'nın sevgisi, məhəbbəti bütün məhəbbətlərdən, digər sevgilərdən önə keçməmişdir. Belə bir insanın Allaha olan sevgisi digər sevgilərdən öndə deyil. Və həmin o sevgi, onun qəlbində olan o sevgi digər sevgilərin üzərində hökmranlıq edən bir hakim mövqeyində də deyil. Allah Taala'nın qanunu belədir ki, bu halda olan kəsin sevdiklərini ona dar edər, acı edər. Onları onun üçün dadsız, zəhərli edər, dadsız edər. Onlardan heç bir ləzzət almaz. Onlardan heç nəyi asanlıqla, sıxıntısız əldə edə bilməz. Və bu da onun öz nəfsinin və insanların istəklərini Allah Subhanahu wa Ta'ala'nın istəklərindən üstün tutmasına görə bir cəzadır. Və yaxud da ki, Allah Subhanahu wa Ta'ala'nın məhəbbətindən üstün sevdiyinə görə, Allahın sevdiklərindən üstün sevdiyinə görə. Allah Subhanahu wa Ta'ala dəyişilməz, qarşısı alınmaz, rədd olunmaz hökm verib, qanun qoyub. Kim Allahdan başqasını sevərsə, mütləq onunla əzab çəkər. Onunla imtihan olunur, onunla əzablanar. Kim ondan başqasından qorxarsa, Allahdan qeyrisindən qorxarsa, Allah Subhanahu wa Ta'ala həmin o qorxduğu şəxsi onun üzərinə müsallat edər. Onu onun ixtiyarına verər. Kim Allahdan başqası ilə məşğul olarsa, başqa şeylərlə məşğul olarsa, o məşğuliyyət onun üçün bərəkətsiz olar və həmçinin zərərli olar. Kim başqasını ona üstün tutarsa, Allaha üstün tutarsa, Allahın sevdiklərindən üstün tutarsa, onda bərəkət olmaz. Kim Allahı qəzəbləndirib, başqasını razı salarsa,
Allah Subhanahu ve Teala mütləq o razı saldığı şəxsləri də onun üzərinə qəzəbləndirər. Onları da ondan narazı salar. Və qəlbin düzəlməsi təmin edən, qəlbin düzəlməsinə səbəb olan ikinci amil isə əmr və qadağaya hörmət etməkdir. Allah Subhanahu ve Taala'nın əmrlərini və qadağalarına təzim etməkdir. Onları uza tutmaqdır. Bu isə əmr və qadağan edən Allahın özünə olan sevgidən, məhəbbətdən, hörmətdən irəli gəlir. Çünki Allah Subhanahu ve Teala özünə və əmrlərinə hörmət etməyənləri məzəmmət etmişdir. Və Allah Subhanahu ve Teala buyurur ki, sizə nə olub ki, Allaha layiq olan əzəməti göstərmirsiniz. Ona layiq olan ehtiramı, ucalığı, təzimi göstərmirsiniz. Və təfsirdə bir çox alimlər təfsirdə deyirlər ki, yəni sizə nə olub ki, nəyə görə Allahın əzəmətindən qorxmursunuz? Nəyə görə Allah Subhanahu ve Taala'nın əzəmətindən qorxmursunuz? İmam Şeyxülislam İbn Teymiyyə rahimehullah əmrlərə və qadağalara hörmət barəsində çox gözəl bir söz demişdir. Və deyir ki, əmr və qadağa nə sərtliklə, nə də həddindən artıq yumuşaqlıqla qarşılanmamalıdır. Həmçinin itaəti zəiflədən bəhanələrlə də yozulmamalıdır. Yəni, onun sözünün mənası budur ki, Allaha hörmətin, Allahı təzim etməyin, Allahı uza tutmağın ilk mərtəbəsi onun əmr və qadağalarına hörmət göstərməkdir. Onun əmr və qadağalarını təzim etməkdir. Onları düzgün qarşılamaqdır. Çünki mömin Rəbbini onun bütün insanlara Peyğəmbər sallallahu aleyhi və səlləm vasitəsilə göndərdiyi risaləsi ilə tanıyır. Bu risalənin tələbi isə, Allah Subhanahu ve Taala'nın göndərdiyi risalənin tələbi isə insanlardan tələb etdiyi şey, əsas məqsəd, qayəsi nədir? Onun əmr və qadağalarına təslim olmaq, boyun əymək. Onları düzgün şəkildə dəyərləndirməkdir. Bu isə yalnız Allahın əmrlərinə hörmət edib, təzim edib, itaət etməklə və qadağasına da hörmət edib, onları uca tutub, ondan çəkinməklə mümkündür. Beləliklə, müminin Allahın əmr və qadağalarına olan təzimi, onları verən, yəni əmr və qadağaları qoyan Allaha olan hörmətin əlamətidir, göstəricisidir. Və bu hörmətə görə də, bu təzimə görə də iman və təsdiqlə tanınan salihlər arasında olar onun sahibi. Doğru əqidəyə sahib olar və böyük nifaqdan uzaq olar. Çünki bəzən insan əmrləri yalnız insanların görməsi üçün, onlarda mövqe və hörmət qazanmaq üçün bu məqsədlə yerinə yetirir. Və yaxud da qadağalardan da yalnız insanların gözündən düşmək qorxusu ilə çəkinir. Və yaxud da başqa bir səbəb dünyavi cəzalardan, yəni şəriətin bu dünyada qoyduğu hədlərdən, cəzalardan qorxduğu üçün uzaq durur. Belə birinin əməli, yəni əməl etməsi və yaxud da hər hansı bir qadağanı tərk etməsi qadağaya olan təzimdən qaynaqlanmır. Allah Subhanahu ve Taala'nın əmrinə və qadağasına olan təzimdən qaynaqlanmır. Və əmr və qadağa sahibinə Allaha olan hörmətdən də irəli gəlmir. Əmrlərə hörmətin, təzimin əlaməti onların vaxtına və hüdudlarına diqqət göstərməkdir. Rükunlarını və vaciblərini kamil şəkildə yerinə yetirilməsini yoxlamaqdır. Onları vaxtında yerinə yetirməkdir. Onları gözəl şəkildə və vaxtında yerinə yetirməyə can atmaqdır. Vacib olduğu halda, ibadət əgər vacibdirsə, o halda ona tələsməkdir. Və onlardan bir haqqı, o ibadətlərdən hər hansı bir haqqı əldən verdikdə kədərlənməkdir, üzülməkdir, qüssələnməkdir və təəssüf hissi keçirməkdir. Necə ki, cemaat namazını qaçıran bir kəs bu itkiyə görə üzülür və bilir ki, namazı fərdi şəkildə qılsa, qəbul olunsa belə, o nə itirib? 27 qat savabı itirmiş olur. Əgər bir ticarətdə bir tacir, alverlə məşğul olan birisi
və heç bir səfərə getmədən, çətinlik, əzab çəkmədən tək bir alış-verişdə 27 dinar qazanc itirsəydi, peşmanlıqdan və təəssüfdən nə edərdi? Əlini gəmirərdi. Bəs cəmaət namazını savabı ilə əldə edilən hər qat bərəkətə, hər qat savaba, minlərlə, milyonlarla dinardan daha xeyirli olduğu halda necə ola bilər ki, onu əldən verən buna biganə yanaşsın? Deməli, bu qazancı itirən qul şübhəsiz ki, çox böyük bir ziyana uğrayıb. Bir çox alimlər belə birinin namazı yoxdur, yəni namazı kamil sayılmaz demişdilər. Halbuki o qəlbi soyuq, belə birisi qəlbi soyuq, bu müsibətə qarşı laqeyddir və heç bir qorxu, narahatlıq hiss eləmir. Bu isə onun qəlbində Allahın əmrinə hörmətin, təzimin olmamasındandır. Eləcə də əgər ibadətin ilk vaxtı, Allah Subhanahu wa Taala'nın sevdiyi, razı qaldığı vaxt əldən çıxarsa, insan kədərlənməlidir, üzülməlidir. Və ya Allahın və mələklərin sağ tərəfində olanlara dua etdiyi birinci cərgə, birinci səhv əldən çıxarsa, bəndə onun fəzilətini bilsəydi, onun uğrunda mübarizə aparardı. Hətta o səhvdə kim duracağı haqqında bir-birləri ilə yarışardılar və yaxud da o səbəbdən püş yatardılar. Eləcə də çoxlu cəmaatla, cəmaatın çoxluğu ilə qılınan namaz, bunu da qaçırmaq. Çünki cəmaat çoxaldıqca savabı da artır. Bu da böyük bir itkidir. Bunu da əldən vermək çox böyük bir itkidir. Cəmaat nə qədər çox olarsa, bu hal Allahın yanında bir o qədər sevimlidir. Məscidə gedərkən atılan hər addım günahı azaldır, bir günahı silir. Digəri isə insanın dərəcəsini ucaldır. İnsanın, yəni Allah qatında olan dərəcəsini ucaldır. Eləcə də namazda xuşu, təvazökarlıq, yəni dərin diqqət, diqqətin cəlb olunması, qəlbin hazır olması, qəlbin Allah Subhanahu wa Taala'nın huzurunda hazır olması. Bu da itildikdə, halbuki bu hal namazın ruhudur, mahiyyətidir. Yəni xuşusuz və qəlbin iştirakı olmadan qılınan namaz ruhsuz bir cəsəd kimidir. Ruhsuz bir cəsəd kimidir. Yəni içi boş, cansız bir cəsəd kimidir. Bəs bir qul özünə bənzəyər bir insana, bir padşaha və yaxud da ağaya ölü bir qul və yaxud da ölü bir kəniz hədiyyə etməyə utanmazmı? Belə bir qul nə fikirləşir, nə düşünür ki, bu hədiyyə, yəni ölü bir qul, kəniz, onu hədəf aldığı, ünvanladığı padşahın, əmrin və yaxud da böyüyünün yanında qəbul ediləcəkmi? Göndərdiyi o hədiyyəni, o adam qəbul edərmi ondan? Eyni ilə xuşusuz, diqqətsiz və bütün könlünü Allaha yönəltmədən qılınan namaz da belədir. Sanki bir qul, bir Allahın qulu, ölü bir qulu və yaxud da bir kənizi alıb onu bir padşaha hədiyyə etmək istəyir. Ona görə də Allah Subhanahu wa Taala belə bir namazı ondan qəbul etməz. Baxmayaraq ki, dünyavi hökmə görə o vacibi yerinə yetirmiş sayılır. Yəni onun üzərindən o hökm, vacibli hökmü düşür. Lakin Allah Subhanahu wa Taala ona bu namaza görə savab verməz. Çünki bəndənin namazdan payı, qulun namazdan payı yalnız qəlbi ilə dərk etdiyi, anlayıb qıldığı qədərdir. Dərk etdiyi qədərdir qəlbi ilə. Necə ki, Sünən kitablarında və İmam Əhmədin müsnədində və qeyrilərində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, bəndə namaz qılar, qul namaz qılar, amma ondan yazılan savabı yalnız yarısı ona yazılar. Bəzən üstə biri, dörddə biri, beşdə biri və beləcə davam edir. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, hətta ta ondan yalnız ona onda biri qədər, qalana qədər savab yazılar. Şeyx İbn Baz rahimehullah, İbn Qayyim rahimehullahın bu hissəsinə, bu sözlərinə şərh edərkən deyir ki, müəllif, yəni İbn Qayyim rahimehullah, müminin diqqət yetirməli olduğu mühüm və böyük bir məsələyə aydınlıq gətirir. Və bu da odur ki, qula vacibdir ki, onun qəlbi Allahın itaəti üzərində doğru olsun. Qəlbi
düz olsun. Və bu itaat üzərində sabit qalsın. Və etdiyi və edəcəyi və həmçinin tərk edəcəyi bütün işlərdə bu istiqamət üzərində davransın. Və bəzən bəzi şeyləri tərk etməklə, süslük və azğınlıqla yolundan dönməsin. Allahın buyurduğu əmirləri, vacibləri tərk etməklə azğınlıq yoluna dönməsin. Əksinə, qul Allahın buyurduğu kimi düz yolda sabit qalsın. Həqiqətən, Rəbbimiz Allahdır deyib, sonra doğru yolda sabit qalanların üzərinə mələklər iner və onlara deyərlər, qorxmayın, kədərlənməyin, sizə vəd olunan cənnətlə sevinin, deyir Allah Subhanahu wa Ta'ala. Və həmçinin Allah Subhanahu wa Ta'ala buyurur ki, fəstəqim kəmə umirt. Sən əmr olunduğun kimi doğru yolda ol, düz yolda ol. Bir kişi Allah Resulü sallallahu aleyhi və səlləmə deyir ki, ey Allahın Resulü, mənə İslam haqqında elə bir söz de ki, səndən başqa heç kimdən onu soruşmağa ehtiyac qalmasın. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Qul əməntu billahi thumma istaqim. De ki, Allah'a iman gətirdim, sonra bu yolda sabit ol, sonra doğru ol. Və qeyd olundu ki, bundan öncəki bölümdə, qulun Allah Taala'ya ibadət və əməllərində iki hal arasında yol getməsi vacibdir. Birincisi, Allah Subhanahu wa Taala'nın nemət və lütfünü dərk etmək. İkincisi isə öz nəfsinin və əməllərinin qüsurlarını, eyblərini görməkdir. Bu iki məna istiğfarın ağası, yəni ən fəzilətlisi olan hədisdən götürülüb. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allahümme ente Rabbi la ilahe illa ent halaqtani və ənə abduk. Ey Allahım, sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq heç kim yoxdur. Sən məni yarattın və mən sənin qulunam. Və ənə alə ahdikə və va'dikə mə əstəta'tu. Gücüm çatdığı qədər sənin əhdinə və vədinə sadiqəm. Əuzu bikə min şərri mə səna'tu. Etdiyim pis işlərin şərindən sənə sığınıram. Əbu ləkə bi ni'mətikə aleyyə və əbu bi zəmbi. Sənin mənə olan neymətini etiraf eləyirəm. Sənin mənə olan neymətini etiraf eləyirəm və günahlarımı da etiraf edirəm. Məni bağışla. Çünki günahları səndən başqa heç kim bağışlamaz. Bu hədisi, yəni bu hədis istiğfarın ağasıdır. İstiğfarın ən fəzilətlisidir. Onu İmam Buxari Səhih kitabında rəvayət etmişdir. Allahümme ente Rabbi la ilahe illa ent. Ey Allahım, sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq heç bir məbud yoxdur. Yəni, səndən başqa haqq olaraq ibadətə layiq heç bir məbud yoxdur. Və sonra hədisin sonunda, duanın sonunda Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, Əbu ləkə bi ni'mətikə aleyyə və əbu bi zəmbi. Sənin mənə olan neymətini etiraf edirəm. Sənin mənə olan neymətini etiraf edirəm və günahımı da etiraf edirəm. Yəni, Əbu sözünün mənası əvvəl də qeyd olunduğu kimi etiraf edirəm, sənin neymətini tanıyıram və onu iqrar edirəm, onu qəbul edirəm deməkdir. Bu isə neyməti müşahidə etmək deməkdir. Bu isə neyməti, Allah Subhanahu wa Taala'nın neymətlərini görmək deməkdir. Yəni, insan Allahın özünə bəxş etdiyi neymətləri görür, düşünür. Öz sağlamlığında, görmə qabiliyyətində, qəlbində, bədənində, evladlarında, malında, qısacası onunla əlaqəli olan hər şeydə neymətləri görür. Bu neymətləri görmək və bunları dərk etmək iki mühüm nəticəyə səbəb olur insanın üzərində. İnsan bu neymətləri görür, başa düşür ki, Allah ona bu neymətləri bəxş etmişdir. Və o bu neymətlər içərisində yaşayır. Sağlamlıq neyməti, din neyməti, mal neyməti, övlad, həyat yoldaşı və s. bu kimi neymətlər. Sonra ikinci məsələ, insanın öz qüsurlarına və pis əməllərinə baxmasıdır. Öz
əməllərində olan eyibləri, özünün eyiblərini, qüsurlarını görməsidir. Birinci hal, yəni nemətləri dərk etmək insanda Allah Subhanahu və Taala'ya qarşı sevgi yaradır. İkinci hal isə, yəni öz qüsurlarını görmək, onu Allah qarşısında təvazökarlığa və qəlbən sınmağa vadar eləyir. Buna görə də müəllif rahimehullah bundan sonra demişdi ki, qulun qəlbi Allahla yalnız iki şeylə sabit olması, yəni Allahla sabit olması yalnız iki şeylə mümkündür. Birincisi, Allahın sevgisini hər bir şeydən, hər bir şeyin sevgisindən üstün tutmaq. İkincisi isə Allahın əmrlərinə və onun qadağalarına dərin ehtiram və ucalıqla yanaşmaq, təzim etmək, onları uca tutmaqla. Bu iki hal, yəni Allah Subhanahu və Taala'nın nemətlərini görmək və öz qüsurlarına baxmaq, həmin iki baxışdan neməti müşahidə etməkdən və nəfsin əməlin qüsurlarını dərk etməkdən irəli gəlir. Çünki qul Allahın nemətini dərk edib, öz qüsur və nöqsanlarını tanıdıqda, bu hal onda Allah Subhanahu və Taala'ya qarşı sevgi yaradır və o Allahın sevgisini başqalarının sevgisindən üstün tutur və insanların sevgisi bu sevginin ardınca gəlir. Bu sevginin ardınca gəlir. Yəni Allaha olan məhəbbətə tabi olur. Allaha olan sevgiyə tabi olur. Digərlərinin sevgisi. Belə insan Allahın sevgisini sevir. Allah Subhanahu və Taala'nın sevdiyi şeyləri sevir. Allahın sevmədiyi, razı qalmadığı şeylərdən isə razı qalmır, sevmir, onları bəyənmir. Və Allahın sevdiyi şeyləri digərlərindən üstün tutur. Əgər onun qarşısında hər hansı birinin, Zeydin, Amrın, yəni bir kəsin sevgisi ilə Allah sevgisi üst-üstə gələrsə, toqquşarsa, o Allah sevgisini üstün tutur, uca tutur. Namazında, orucunda, zəkatında, yəni bütün əməllərində bu meyarlarla hərəkət edir. Bu düsturla hərəkət edir. Sonra onun öz qüsurlarına, eləcə də nöqsanlarına, eyiblərinə, günahlarına baxması onu Allah qarşısında qəlbən sınmağa və təvazökarlığa gətirib çıxarır. Və Allahın əmrlərinə və qadağalarına qarşı dərin ehtiram hissi yaradır. Və bilir ki, Allah ona böyük nemətlər bəxş edib və onun üzərinə müəyyən vaciblər qoyub. Bəzi şeyləri isə haram edib. Ona görə də insan bunları dərk etməli. Bu məsələni ciddi şəkildə diqqət etməlidir ki, hətta onun Allahın nemətlərini görməsi və bu məsələni xatırlaması onda Allah Subhanahu və Taala'ya qarşı məhəbbət oyasın. Onun əmr və qadağalarına qarşı dərin təzim hissi yarasın. Və onu Allahı razı salan əməllərə yönətsin. Qəzəbinə səbəb olan işlərdən uzaqlaşdırsın. İnsan öz günahlarını və nöqsanlarını görməsi, yəni o bunları dərk edib, etiraf etməsi, günahlarını dərk etməsi, bunları etiraf etməsi onu Allah qarşısında təvazökarlığa və qəlbən sınmağa gətirir. Onda Allaha qarşı həya hissi yaradır. Rəbbinə qarşı həya hissi yaradır. Və pis əməllərdən qorxmağa, onlardan uzaq durmağa səbəb olur. Mömin belə olur. Yəni, həqiqi mömin bu cür olur. Rəbbinin sevdiyi şeyləri insanların və öz nəfsinin istəklərindən üstün tutur. O, Allahın əmr və qadağalarına elə hörmət və elə təzim, elə ucalıqla yanaşır ki, bu onu Allahın buyurduqlarını yerinə yetirməyə sövq edir. Və Allahın qadağan etdiklərindən uzaq durmağa, həmçinin laqeydlik və səhlənkarlıqdan çəkinməyə vadar edir. Belə insan nə ifrata varar, nə də laqeyd olar. Əksinə, Peyğəmbər sallallahu aleyhi və səlləmin və sahabələrin getdiyi düz, orta yolu izləyər. Nə ifratçılıq edər, nə də soyuqluq göstərər. Və Allahın əmrlərini zəiflədən bəhanələrə bağlanmaz. Yəni, əgər elə olsa kimi bəhanələrlə əmrləri çətinləşdirməz, sərtləşdirməz. Beləcə, həmçinin səhlənkarlığa düşüb, vaciblərdə nöqsana yol verməz. Əksinə, onun iradəsi, onun himməsi, istəyi Allahın əmrlərini yerinə yetirməkdə,
və qadağalardan uzaq durmaqda yüksək olar. O nə sərtlik göstərər, nə də ifrata varar. Əməllərini zəiflədən boş bəhanələrə bağlamaz. Necə ki, şeytan insana yaxınlaşıb deyir ki, əlhəmdülillah, sən namazı vaxtında qılırsan, evində otursan, filan səbəbə görə bundan sənə zərər gəlməz. Əsas olan nədir? Namazı qılmaqdır. Cəmaata getməsən də olar, o qədər vacib deyil. Bu kimi vəsvəsələrlə gələr. Və ya deyir ki, sən filan işləri eləmisən. Bu kifayətdir. Axı, əsas olan Allahı uzatmaqdır. Ondan qorxmaq, onun qarşısında təvazökar olmaqdır. Beləcə şeytan itaəti zəiflədən, qəlbdə olan həvəsi söndürən bəhanələr gətirir. Ona görə də insan Allahın əmr və qadağalarını uzaq tutmaqda yüksək bir əzmkarlıqla sahib, yəni əzmkarlığa, himməyə sahib olmalıdır. Və bunu ən kamil, ən gözəl şəkildə yerinə yetirməlidir. Allahın mükafatını umaraq, onu uzatmaq və onun razılığını qazanmaq istəməlidir. Çünki Allah Subhanahu və Teala hər şeydən daha uca, daha böyükdür. Ona görə sən Allahın itaətində və onun sevgisində malik olduğun ən yüksək səy göstərməlisən. Onun əmr və qadağalarına hörmət etməli, onun qəzəbinə səbəb olan şeylərdən çəkinməlisən. Bunu da ən yüksək səviyyədə, bacarığının ən yüksək səviyyəsində, ən gözəl şəkildə etməlisən. Sən onun razılığını, ona yaxın olmağı və onun yanında uca məqamı istəməlisən. Onun qəzəbindən və ağırlı cəzasından qorxmalısan. Bu isə yalnız Allah Subhanahu və Taala'nın əmr və qadağalarına hörməti qorumaqda tam bir mübarizə ilə və pis əməlləri işləməkdən və onlara qarşı səhlənkarlıq olmaqdan çəkinməklə mümkündür. Və sonunda Allah Subhanahu və Taala'dan hər birimiz üçün müvəffəqiyyət diləyirəm. Allah Subhanahu və Taala hər birimizi müvəffəq eləsin. Allah Taala eşitdi faydalananlardan eləsin. Və bu məclisdən qalxanda Allah Taala hər birimizi bağışlayaraq qalxan qullarından eləsin. Subhanakallahumma bihamdik və əşhədu en la ilahe illa ent və estəğfiruka və etûbu ileyk.